Eşidirsinizmi indi məni normal? Bəli. Başlayaq. Biri bir də izah eləyirəm birdən. I have a good nə olacaq? Work sayılmadığına görə job olacaq. Düzdürmü? O da təkdə article verilib. I have a good job. İkinci də there is iron dəmir mənasında sayılmır, ütü mənasında isə sayılırdı. Doğrudur. Buna görə də nə verdik? There is an iron. Yadımızda saxlayaq ki, sayıla bilən tək isimlərin qarşısında həmişə an article olmalıdır. Cəm ismin qarşısında verilməyə bilir. Okay, an article olmur, bu sözsüz z article ola bilər. Bu da artıq vəziyyətə baxılacaq. Üçüncü də, have you ever been to London? Sualda nə deyir? Heç Londonda olmusan? Bəli, bir neçə dəfə yes verib çünki. Burada nəyə görə seçirik? A little time, biraz vaxt deməkdir. Time'ın qabağında time da sayılmayan isimdir. Vaxt mənasında sayılmır, dəfə mənasında sayılır. Bu qaydamızı da təkrar eləmiş olaq. Və vaxt mənasında mən onun qarşısında article verə bilmərəm. Amma dəfə mənasında verə bilərəm. Və cəmləyə də bilirəm. Much time, yes much time cavabı verə bilmərik. Çünki burada bizə lazımdır bir neçə dəfə. Bəli, bu much time deyə bilmirik. Little times cəmləyə bilmirik. A few times bir neçə dəfə. Burada artıq dəfə mənasındadır. A few time, a few verildiyinə görə time'ı cəmləmək lazım idi. Qaldı D variantı. Sonra bir baxaq dördüncüdə. Mary has. Okay, hair sözü necə isimdir? Saç sayılmayan. Sayılmayan, amma tük mənasında sayılır, düzdürmü? Burada isə saç mənasında qara saçı var deyir Mary'nin. Bu mənada black hairs, hairs cəmlənməz, hair sözü black hair qarşısına article verilə bilməz çünki sayılmır. Black hairs yenə səhv variantdır. Black hair doğru variantdır, qara saç deməkdir. A fair hair'də də yenə article-na görə verə bilmirik. Oldu cavabımız D variantı. Beşincidə be careful there is on the floor someone has broken the window. Burada glass sözü qızlar hansı mənaları var idi? Bir var stəkan. Düzdürmü? Bir də var şüşə. Okay, hansı mənası sayılırdı deyin? Piece of glass şüşə mənasında sayılmırdı, stəkan mənasında sayılırdı. Aha, doğrudur. İndi a glass deyə bilərəmmi? Burada hansı mənada verilib? Be careful there is someone has broken the window. Pəncərəni sındırıbsa deməli stəkan deyil də bu sınan. Hə. Şüşədir. Şüşədirsə article verə bilmərik. Sonra glasses cəmləyə bilmərik. Some glass veririksə doğrudurmu? Doğru variantımız elə some glass'dır. Çünki some sözü həm sayıla bilən, həm də sayıla bilməyən ismin qarşısında işlənir. Əgər sayıla bilməyən isimdirsə, təbii ki, onu cəmləmirik. Sayıla bilən isimdirsə, cəmləyəcəyik. Ona görə variantımız C variantı olacaq. D variantı nəyə görə səhvdir? Piece of glass. Piece sözü sayıla bilən olduğuna görə onun qarşısında article olmalıdır. A piece of glass olmalıdır. Some glasses də some'dan sonra glasses sözünü cəmləyə bilmərik. Əgər stəkan mənasında olsaydı cəmləyə bilərdik. Burada şüşə mənasındadır. Cavabımız C variantı oldu. 6-da burada hansı qaydamıza uyğundur? Necə başa düşmüsünüz? 6. Aha, 6-cı suala baxın. Necə? S apostrof S. Aha, əgər ki qarşısında 2, 3 və ilaxır rəqəmlər varsa cəmlənməlidir. S apostrof olmalıdır. Doğrudurmu? Okay. Ona görə birincisi 2 miles doğru variantı. İkinci variantı 2. 2 mile apostrof S ola bilməz. 3 months apostrof S ola bilməz. 3-ə görə months sözü cəmlənməli idi. Sonra apostrof olmalıydı. Və dördüncü doğru variantdır. 1 ilə 4-ü götürə bilirik. Bu da A variantımız olacaq. 7-cidə. 7-də qaydamız nədir? Take the bread and put them on the table. Okay, bread sözü sayılmadığına görə biz onu zemlə əvəzləyə bilmirik. Put it on the table deyəcəyik. Düzdürmü? Take the bread and put it on the table. İkinci variantımız doğrudur.
paper sözü, take the papers and put it, papers verib, cəm verib, burada da put it verib, olmaz. Scissors cəmdədir and put them on the table, 4 doğru variantdır. Cavabımız nə oldu? 2 və 4. C variantı. Aydın oldu bu sual? Anladım. Dərya. Okay, 8-ə baxırıq. Hands-dir. Baxıram, hands verib. 1 ilə 2-də fərqi nədir? Əgər əldirsə, bədən üzvləridirsə, hər iki tərəfdə apostrof qoymalıyıq. Bir tərəfdə qoya bilmərik. Ona görə ikinci variantımız doğrudur. Hər birinin ayrı-ayrı əlləri var. Üçüncü variantda children's room, uşaqların otağı doğrudur. Dördüncü variantda children özü onsuz da cəmdir. Onu bir də s artıraraq cəmləməyə ehtiyac yox idi. Oldu cavabımız 2 ilə 3 Y variantı. Mən 9-da 2 ilə 3-dür. 9-da yox, 9-a baxaq. Sonra Alice hair. Hair sözü yenə saç 2 nəfərə ayrı-ayrı da verilməlidir. Ona görə ikinci variantım doğrudur. Sonaz and Alice hair. İlkin and Arif's eyes 3 də doğrudur. Çünki bədən üzvüdür. Dediyim kimi ayrı-ayrı verilməlidir. Mother, Ilkin's and Arif's mother. 4 nəyə görə səhvdir? İzah eləyə bilərsiniz 4 nəyə görə səhvdir? Qaydanı yadınıza salın. Bax, ana sözü ilkinin Deyir ki, buyurun. Əgər ayrı-ayrı analar olsaydı, mağaza cəmdə olardı. S əlavə olardı. Bəli, tam razıyam. İlkin and Arif's mothers olmalıydı. Buna görə əgər ki bu şəkildə ayrı-ayrı veribsə, mother sözü cəmlənməli idi. Amma başqa hansı variant verə bilərik ki, mother sözü təkdə doğru variant sayılsın? Necə versək doğru olar? Təkdə Birinə apostrofun silib Arif's mother yaza bilərdik. Aha. İlkin and Arif's mother deyə bilərdik. Okay. Bəli. Sonra burada həm belə başa düşə bilərik. İlkin və Arifin anası, həm də belə başa düşə bilərdik. İlkin ayrı adamdır və Arifin anası qarşılaşdılar. Aydındırmı? Bu şəkildə də verə bilərik. Okay. Yəni iki cür anlamaq olar. 10-cuya baxaq. A bar of, a glass of, a slice of. A bar of nə ilə verə bilərik? Water, soup, meat var. A glass of, a slice of. A bar A glass of. Aha, bildiğinizi deyin. Oradan A başlayın. glass of bir stəkan su. Aha, A a glass of slice of water. bir dilim ət Aha. deyə bilərik. Yes, a A bar slice of of meat. isə bir, yəni nə deyirlər ona? Kletka. A Aha, bar of chocolate deyirdik. bəli. Burada ise su, Kletka sabun. sabun. Və cevabımız ne oldu? Y variantı. Bəli. 1'e B verdik, 2'ye A verdik, 3'te de C variantı verdik. Y variantı uygun gelir. Doğrudur. Teşekkürler. 11'e baxaq. A pair of, a loaf of, a box of. Aha. Earrings. A pair of. Aha. A Hansı pair var? of bir cütdür. Bir cüt earrings. Yəni Aha, bir cüt. doğrudur. A box of oranges. Aha, doğrudur. A loaf of the bread. A loaf of bread. Loaf sözünün cəm formasını deyə bilərsiniz? Loaves. Loaves. Aha, fının v'yə keçməsidir. Okay. Evet. Teşekkürler. Devam eləyək. Cavabımız nə oldu 11'də onda? C variantı. C variantı. 1'e A oldu. A pair of sorry, yox. Deyəsən. A pair of earrings 1'de A, 2'de a loaf of bread C, 3'te ise Üçdə B. B. Düzdür C C variantı. variantı. Hə. 12'ye Mr. Wilson's office. Aha. Bu qaydamız. Eğer Mr. varsa ne olmalıdır? Soyad. Təkdə yoxsa cəmdə? Mr. Təkdə. Aha. Mr. veya Mrs. Miss bunlar varsa o zaman təkdə olmalıdır. Amma Z artıq varsa o zaman cəmdə verməliyik. İndi baxırıq.
Burada bizdə Mr. var. Mr. Wilson's birinci səhvdir, cəmdə verilib. İkinci də Mr. Wilson's apostrof S doğrudur. Tom and Jane's hair, bayaq dediyimiz qayda hairdirsə ayrı-ayrı apostrof olmalıydı. Və dördüncü doğrudur. 4 və 2. C variantı. Sonra 13'e baxaq. A loaves of bread. Okay, biraz bunu yaxınlaşdırım. Görməkdə əziyyət çəkirəm. Okay, a loaves of bread. Eynən bayaq soruşmuşdum. Loaf sözünün cəmi loaves'dır. Cəmin qarşısında biz artiklı verə bilmərik. Ona görə 13'də birinci səhvdir. A loaf of bread olmalıydı. Bu da 2'də doğru verilib. To verilibsə artıq loaves olmalıydı. Loaves. Okay? 3 ona görə səhvdir. Bəli, dördüncü doğru variantdır. A loaf 2 və 4 və variantımız C variantı 13'də. Okay. 13'ü doğru yazmışsınız. 14'e baxıram. News. Ümumiyyətlə, news necə isimdir? News sayılmayan. Sayılmayan olduğuna görə artiklından işlədə bilmərik. Qaydanı yadımıza salaq. Və an artiklını verə bilmərik. 1 ilə 4'ü ona görə götürmürük. 2 ilə 3'ü nəyə görə götürürük? İkinizdə də səhv çıxıb. Qızlar, baxın. News sözü bir var təyin edici kimi işlənir. Bir də var, baxın burada a news agency. Tərcümə edirəm. Xəbər agentliyi. İsim artiklı agentlik sözünə aiddir. News isə orada sifət kimi, təyin edici kimi işlənib. Eyni şey 3-cüdə də baş verib. A news program. Amma 4'də baxın, an interesting news. An news ola bilməz. Interesting burada təyin edicisidir, sifətdir. Ona görə news'a aiddir o, an artiklı. Aydındır mı? Başa sala bildin, qızlar. Baxın, bu tipli düşə bilər. A news birincisi olmaz ona görə ki, artiklından işlənmir sayılmayan isim. News agency və news program. Burada news təyin edici kimi işlənib. Ona görə artiklları agency və programa aiddir deyə götürə bilirik. 4'də isə an artiklı news'a aiddir, verə bilmərik. Bu sıralamanı yadınızda saxlayın. Doğru cavabımız 2 ilə 3'dür. Y variantı. Dərya başa düşdün? Bəli. Okay. Təkrar bu tipli işləyəcəksiniz. 15'e baxaq. The Browns. Z artiklı var deyə dedik ki, Browns cəmdə olmalıydı. 2 doğrudur ona görə. Və 3-cü doğru variantımızda 2-3. Çünki Z artiklı var deyə soyad cəmdə olmalıdır. Y variantı doğrudur. Aydın oldu bura qədər? Bəli. 16'ya baxıram. Possessive case istəyir. Okay. Possessive case'də she is walking, burada is walking'dir. She is walking toward us. Qaydanını yadımıza salaq. Ondan sonra apostrof s'dən sonra ing'li fe'l gəlirsə, deməli bu yəlik hal deyil. I am one of the world's richest man. World's richest man. Dünyanın ən varlı insanıyam. İnsanlardan biriyəm. B variantı doğrudur. Jack has got. Got verilibsə deməli apostrof s'dən sonra bu yəlik hal deyil. Given fe'lin 3-cü forması verilibsə yəlik hal deyil. Nix has given olacaq burada. Rocky is extremely handsome. Burada baxırıq, bunu həm belə baxa bilərik ki, uşaqlar, sifət gəlib, həm də baxa bilərik ki, burada bu cümlədə başqa bir fe'l yoxdur. Deməli, cümləmdə mütləq əmizar olmalıdır ki, mən o cümləmi tamamlaya bilim. Burada isə is'dir. Is extremely handsome. Və cavabımız B variantı oldu 16'da. 17'ye baxıram. Yenə yəlik halda the brothers clauses were very much alike. Brothers cəm isimdir. Cəm ismin yəlik halı verilib. Ondan sonra isim gəlib. Doğru variantdır. Artiklı gəlib a very, baxın B variantında she is a very active person'dır. Amma National Army is
invincible sifət gəlib. Nick is studying physics. Dede is studying. Helen has got some problems. Okay? Has got. Got verildiyinə görə də vermirik. Başa düşdünüz 17-ni? Evet. Aha. 18-də derivative noun. Derivative noun nə deməkdir qızlar? Düzeltme. Düzəltmə isimdir. Okay. Hansıları götürə bilərik? Ben Act, aktör, actor. Aktor. Act sözündən actor yaranıb. Serve, xidmət etmək sözündən servant yaranıb. 1-4 və study sözündən student yaranıb. 1-4-5. Cavabımız A variantı olacaq. Okay? anladım. Artistic, cultural, friendly bunlar isim deyil. Okay? Bu cəhətdən də baxın. Daha sonra şın. Location, hunt şın deyə bilmərik. Cooperation, education cavabımız elə B variantıdır. Recognize, argument məsələn olar. Movement olar, teacher olar. Davamına baxmıram. Getdik 20 ilə davam eləyək. Yenə isimlərin sırasını istəyir. Health, might, anger elə A variantı olacaq. B'də stormy Anger sifətdir. əsəbləşmək deyildi. Əsəb. No. Əsəb. Anger, əsəb, qəzəb deməkdir, isimdir. Okay? Ha. B'də stormy, C'də 11, o birlərə heç baxmıram. D'də operate məsələn, elə təkcə operate'dir bu arada. Y'də isə native. Məsələn, teach də götürə bilərik. Məsələn, teach feildə axı. Native sifətdir. Operate feildir. 11 saydı. Aydındırmı? Stormy sifətdir. Okay. Davam eləyirəm. Sualınız varmı bura qədər? Xeyr. 21-ə baxıram. I heard the doctor's words myself. Mən özüm eşitdim həkimin sözlərini. The doctor's words. Okay? Həkimin sözlərini görürsünüz. İsim gəlib, deməli bir doğru variantdır. 2-də the Browns is going. Çünki orada baxın qızlar, going, ing-li feil gəlib. Ona görə bu is going-dir. İndiki davam edici zaman götürürük. The argument between them cümləni axıra qədər oxuyaq ki, axırlarında bəlkə fərqli bir şey olar. Burada səhv eləyir adətən tələbələr. He has searched the river. There's nothing here. Uşaqlar, feil əgər apostrof s-dən sonra idili formada və ya feilin 3-cü formasında gəlirsə, əmin olun ki, bu yəlik hal deyil, has-lə işlənməlidir. Yəni, bitmiş zaman sayılır əslində, indiki bitmiş zamandır. Daha sonra 4-də yenə is looking-dir, çünki baxın, apostrof s-dən sonra ing-li feil gəlib. 5-də isə his daughter's hair is fair. Baxın, avtomatik is varsa bilin ki, orada o cümlədə yəlik hal olur çox vaxtı. Apostrof s-dən sonra isim gəlib, doğru cavab 5 və 1 oldu. 21-də. 2 cavabımız var, 1 və 5. 22-yə baxıram. With a noun in the plural. Cəmdə olan isim istəyir. She pulled out Charlie's letter. Burada cəm heç nə görmürəm. Charlie'nin letter'ı. Okay, təkdir. They sat down on the grass to have a rest. So, they sat down. Burada isim istəyir. Hiç olacaq orada. Z'yi götürə bilmərəm. Grass təkdədir. Onsuz da sayılmır. Some weeks, bəli, cəmdir. Weeks sözünə görə götürəcəm. And she booked seats for the premiere. Seats də. Weeks də cəmdədir. 3-ü götürdük. There is so much traffic in the street. Traffic sayılmır. Maçdan da anlaya bilərik. Getdi streetdə cəmdə. Burada 5-i də götürürük. The men, bəli. Menə görə. Mendən children'a görə. Ay, sağ ol. 3 ilə 5. Əla. 23 ilə davam eləyək qızlar. Nouns. Habit. Beach. Habit vərdiş. Beach çimərlik. Century əsr. Adapt feildir. Dip sifətdir. Explain-dəki feildir. 1, 4, 5. 23-də. Aydın oldu?
24-də yenə isim istəyir. Azər başqaları əvəzlikdir. Health, sağlamlıq, profession, vəzifə, possible, mümkün, lonely, yalnız. Qaldı 2 ilə 3-ümüz. Bu neçənci oldu? 24. Bəli. Yaxşı. Hı. 25. Görüm 24-ü səhv yazmışdı Aysun və sən Dərya. İkiniz də səhv yazmışsınız, görürsünüz. Ment. 25-ə baxaq. Aha. Okay, Aysun, bunları əzbərləməmisən, ona görə belə çətinlik çəkirsən. Establishment olar, electric-ment olmaz, politic-ment olmaz, politician olar, məsələn, development, responsible, Ment olmur responsible-la. bəli, orada olmur, requirement, development, Develop. D variantı. Requirement, development. Noble, kindness məsələn olardı, olmur. Mühasirə nə Okay, götürdüm? 26-ya baxaq. Relationship, friendship. Okay, burada suffix deyir. Ship burada suffixdir, yəni şəkilçidir. Relationship və friendship verəcəyik. 27-də shin istəyir. Entertainment oldu. Demonstration, responsible-la görə götürmürük. Observation, establishment, organization, performation. Elə D variantımız oldu. Organization, performation. Okay? 28-də kampanyan nə deməkdir qızlar? Mürəkkəb Mürəkkəb isim, isim. yəni iki sözün bir-birinə birləşməsi. Bəli, iki sözün waterfall, flower bed and postman. Elə birinci A variantıdır. Traffic warden ola bilərdi, airplane ola bilərdi, brotherhood, qardaşlıq deməkdir. Hood burada. Düzəltmə şəkilçidir. C-də də ment var. Ment düzəltmədir. Bəli, electrician düzəltmədir. Manuscript düzəltmədir. Development də düzəltmədir. Bəli. 29-a baxaq. Plural noun, cəm isim istəyir. Aspirin təkdir, closes təkdir, blanks cəmdir, blankets cəmdir, police cəmdir. C variantı. Economics onsuz da sayılmır. Belə olmasın, S-lə bitməsinə baxmayın. News özdə var, sayılmayan orada. Həm də human təkdədir. Davam edirik 30-la. Yəlikal istəyir. He is a man. Z artiklı gəlib. Ona görə burada yəlikal deyil. He is deməkdir. That is the code. Yenə the article-la verilib. Yəlikal deyil. Anne's relatives isim gəlib. Have sold their house in the village this week. Anne's relatives. Anne'in qohumları. 3 doğrudur. On the way home I met a friend of my sisters. Okay, 4 doğrudur. Burada America is a bulwark of democracy. Z artiklı gəlib. Bu da yəlikal deyil. Deməli cavabımız 3 ilə 4 oldu. Belə, sualınız qaldı qızlar. Xeyr. Xeyr. Okay.